Dostum, sən möhtəşəm varlıqsan. Allah Taala səni fövqəladə yaradılmışdır. İçində elə bir güc var ki, o gücü sən hərəkətə keçirsən, dünya fəth edə bilərsən. Necə ki, dünya fəth edənlər fəth etmişlər. Bir dənə ətrafına baxsan, görərsən ki, nələr yaradılmışdır. İnsan əli nələrə qadirdir. Və onu, o insan yaradıbsa, onu sən də yarada bilərsən. Ancaq içindəki o gücü hərəkətə keçirmək çox önəmlidir. Sən hərəkətə keçirtməyəndə o komfortda qalmağı üstün tutur. Çünki o deyir ki, rahatam da burada. Birdən gedərəm, tərpənərəm, bu rahatlığından da olaram. Əslində bu beynin qoruma mexanizmidir. Səni öz yerində, komfort halında saxlamağa çalışır. Padşahın iki quşu vardır. Bir quşu göydə uçur, pərvaz edir, padşahın xoşuna gəlir. Ancaq o birisi quşu uçmurdu. Elə oturmuşdu bir budaqda, qonub bir budaqda qalırdı orada. Padşah deyir ki, bu niyə belədir? Başlayır həkimləri çağırmağa, baytar həkimlər gəlir. Baxırlar, bir şey edə bilmirlər. Bir kəndçi gəlir, ki, mən edə bilərəm. Deyir, axı sən necə edə bilərsən? Bunlar edə bilmədi, sən nə edə biləcəksən ki? Deyir, mən edə bilərəm. Gedir bir 5-10 dəqiqədən sonra bu adam çıxır, baxıb görürlər ki, bu quş da uçmağa başlayır. Deyirlər, sən neynədin? Nə iş gördün? Deyir, onun oturduğu budağı kəsdim. Yəni, oturduğu budaq komfort halındaydı. Kəsəndən sonra artıq bu komfort halı olmadığına görə məcburdur ki, göydə uçsun. Bu misal olsa da, əslində içərisində mənası ondan ibarətdir ki, komfortdan çıxmaq çox önəmlidir. Oturduğun yer ki var, komfort halda özünü seçmirsən, oradan hərəkət etmək səni inkişafa apara bilər. Yaxşı, bəs bu hərəkətə keçmək üçün nə etmək lazımdır? Çoxlu qaydalar vardı, dəyişimin bir neçə qaydalar vardı. Ancaq bunların ən birincisi və ən önəmlisi qərar verməkdir. Sən otur, 5 dəqiqə, 10 dəqiqə otur, sakit bir yerdə, rahat ol və ondan sonra həyatının qərarını ver. Çünki sən qərar verəndə səni təşkil edən milyonlarla hüceyrələr həmən qərar üzrə yönəlməyə başlayırlar və səni hərəkətə keçirə bilərlər. Dəyişimin o birisi qaydaları vardı ki, mən keçmiş videolarda danışmışam, bundan sonra da danışacağam. Ona görə də izləmədə qalın. Hər hansı bir fikirləriniz varsa bildirə bilərsiniz, şərh yaza bilərsiniz. Uğurlar olsun hər birinizə. Sağ olun, salamat qalın.